Salam değerli izleyiciler, kanalıma hoş geldiniz. Biz bugün Python tip çevirmeleri öğreneceğiz. Gelin baxaq görək Python'da hansı tipler var. Tam tip var, yani int tipi, integer. Həqiqi tip, yani float tipi. Sətir tipi, str. Siyahı tipi list. Tam tip, yani int tipi həm çevrilə bilir həqiqi tipə, həm də sətir tipinə. Gəlin buna nümunələrlə biz baxaq. Məsələn, A dəyişəni mənimsədilibdir 7 dəyərinə. Aşağıdan yazaq float, mötərizə açılacaq, dəyişənin adı yazılacaq, mötərizə bağlanacaq və enter düyməsi sıxılacaqdır. Baxın, həqiqətən də tam tipdə verilən A dəyişəni mənimsədilib 7 dəyərinə. 7 oldu burada 7.0. Yəni həqiqi tipə çevrildi. Sətir tipinə də aid nümunəni yazaq. B dəyişəni mənimsədilib məsələn 8-ə. Aşağıdan yazacağıq str. Mötərizədə B. Mötərizə bağlanacaq və enter. Görürük ki, həqiqətən də 8 dırnaqda 8 oldu. Yəni tam tip sətir tipinə çevrilmiş oldu. Bunları əlavə edək. İndi isə baxaq həqiqi tipə. Həqiqi tip çevrilə bilir həm tam tipə, həm də sətir tipinə. Gəlin buna da nümunələrlə baxaq. Məsələn, A dəyişəni mənimsədilibdir 8.7-yə. Yəni bu bilirik ki, həqiqi tipdə verilibdir. Aşağıdan yazacağıq int, dəyişənin adı A, mötərizə bağlanacaq, enter düyməsi sıxılacaq. Həqiqətən də baxırıq ki, 8.7-dən tamımız burada 8-dir. Həqiqətən də tamma çevirmiş oldu. Bizə tam cavabını qaytardı. İndi isə baxaq, sətir tipinə çevrilməsinə baxaq. B dəyişəni mənimsədilibdir 5.6-ya. Aşağıdan yazaq str. Mötərizə açılacaq, dəyişənin adı, mötərizə bağlanacaq və enter düyməsi sıxılacaq. Baxın, həqiqətən də float tipində verilən 5.6 bizə sətir tipində verildi. Dırnaq içərisində yazılmış oldu. Sətir tipi nə baxaq? Sətir tipi çevrilə bilir tam tipə bəzən. Həqiqi tipə bəzən. Niyə bəzən yazdığımı birazdan izah edəcəm. Bir də list tipinə. Yəni siyahı tipə çevriləcək. Listlə siyahı tipinə çevriləcək. Siyahı. Gəlin məsələn nümunələrlə bunu yazaq. A dəyişəni mənimsədilib məsələn olsun dırnaqda 400. Yəni sətir tipində. Aşağıdan yazaq int A, mötərizə bağlanacaq və enter. Baxırıq ki, burada sətir tipində verilən dırnaqda 400 həqiqətən də tam tipə çevrildi və 400 oldu. Bu niyə bəzən deyirik? Məsələn, bizə verilibdir, tutaq ki, hər hansı bir söz. Biz həmən sözü, sətir tipində verilmiş o sözü necə tama çevirə bilərik? Yəni necə ədədə çevirə bilərik? Çevirə bilmərik. Python'da bunu çevirmir. Ona görə sətir tipi bəzən tam tipə çevrilir. Yəni belə ədəd yazılan zaman çevrilir tam tipə, ancaq söz falan yazılanda çevrilmir. Çünki yəni söz necə tam tipə çevrilsin ki? Yəni belə. Daha sonra indi B dəyişəni mənimsədilsin. Dırnaq içərisində olsun
6.7 dırnaq bağlansın. Aşağıdan yazaq float B və enter. Baxın, həqiqətən də sətr tipində verilmiş dırnaq içərisində 6.7 çevrildi həqiqi tipə. Yəni hər ikisini nümunə yazdıq və bəzən niyə olur onu da deyim. Məsələn, yenə eyni qaydada tam tipə necə ki çevrilə bilmədik sətr tipi. Məsələn, söz verilibdi. Tutaq ki, dırnaq içərisində salam sözü verilibdi. Yazaq. S bərabərdir. Daha doğrusu S mənimsədilib. Salam. Yazaq bura int S. Baxın, error verdi. Həqiqətən də, yəni burada dırnaq içərisindəki salam sözü ədədə çevrilmədi. Yəni normal olaraq necə çevrilsin ki? Gəlin indi siyahı tipə baxaq. Bir dəqiqə, şəkili götürüm. Nəsə qaldı. Siyahı tipə baxaq. Siyahı tipdə çevrilə bilir sətrə. Sətr tipə yəni istəyirəm. Join metodu ilə. Join. Burada sətri siyahı tipə çevirməyi unutmuşam. Gəlin onu da yazaq. Məsələn, A dəyişəni mənimsədilibdir. Bakum. Məsələn, 20 olsun. Bağlansın dırnaq. Aşağıda yazaq list A. Baxın, həqiqətən də sətr tipində verilmiş hər hansı bir söz siyahı tipinə çevrildi. Özü dırnaq içərisində qaldı hərflər, ancaq mötərizədə yazılmış oldu, yəni siyahı tipə çevrildi. Və yaxud da sətri siyahıya split metodu ilə də çevirə bilərik. Bunu da yazım, qeyd edeyim burada. Split metodu var. Split. İndi onunla da yazaq. Məsələn, yenə A dəyişəni mənimsədilib. Bakum 20 olsun. Aşağıdan A nöqtə split. Bunun yazılışı bu formadadır. Və dəyişənin adı. Dırnaqda A. Bağlansın dırnaq. Mötərizə bağlansın və enter. Baxın, buradan Baku 20 sətr tipində verilmiş. Biz onu split metodu ilə siyahı tipə çevirdik. Necə olur burada? Həqiqətən də siyahı tipə çevrilir. Sadəcə Bakudakı A-dan bölür. Split bölür. Məsəl üçün, A-dan böldüyünə görə A olmayacaqdır. Gəlir, A-nı götürmür, digərlərini. Həm belə deyim, B-ni götürür, daha sonra A-nı A-dan böldüyü üçün sonra Q20-ni götürmüş olur. Gəlin, siyahı tipə baxaq. Siyahı tipi sətr tipinə çevrilə bilir join metodu ilə. Nümunələrlə gəlin, baxaq buna. Məsələn, A dəyişəni mənimsədilibdir. Kvadrat mötərizədə olsun, məsələn, B bağlansın. Daha sonra dırnaqda A. Sonra B A olsun, məsələn, K. Dırnaqda O. Sonra dırnaqda 8, dırnaq bağlansın. Mötərizə. Aşağıdan yazaq. Dırnaq açılsın. Dırnaq bağlansın.
nöqtə, join, mötərizə açılsın, dəyişənin adı yazılsın, mötərizə bağlansın və enter düyməsi. Baxın, həqiqətən də siyahı tipində verilmiş Baku bu 8 yazılan sətr tipinə çevrildi. Yəni Baku 8 dırnaq içərisində yazılmış oldu. Gəlin başqa bir şey də yazım burada. Məsələn, bayaq mən yazmışdım orada dırnaq işarəsi açılıb, dırnaq bağlanmışdı. Join A yazmışdım. İndi isə gəlin bu dırnağı belə yazaq. Burada dırnaq işarəsi açılsın. Nida yazaq. Dırnaq işarəsi bağlansın. Nöqtə qoyaq. Join və dəyişənin adı mötərizədə yazılsın A. Bu zaman nə olacaqdır? Burada join bunları birləşdirəcək hər birin. Sətr tipinə də çevirəcəkdir. Ancaq hər birindən sonra nida işarəsi olacaqdır və dırnaq içərisində. Çünki join siyahını sətr tipinə çevirir. Baxın, oldu burada dırnaq içərisində Baku oldu, amma hər birindən sonra nida işarəsi olmuş oldu. Bayaq mən buradakı nida işarəsini yazmamışdım. Dırnaq ilə açılıb, dırnaq bağlanmışdı. Ona görə də Baku 8-i hamısını birlikdə birləşdirmişdik. Gəlin yazaq onu da. Dırnaq açılsın, bağlansın, nöqtə, join, A, dırnaq bağlansın, enter. Baxın, burada mən heç bir şey yazmadığım üçün sadəcə onları birləşdirdi. Amma burada, məsəl üçün, mən dırnaq arasında nidamı yazsam, sual işarəsimi yazsam və yaxud başqa bir şey yazsam, onunla birləşdirəcək. Yəni, belə deyim, virgüllərin yerinə onu yazacaqdır. Məsələn, burada oldu B, nida, A, nida, K, nida, U, nida və 8. Burada da heç bir şey olmadığına görə sadəcə birləşdirmiş oldu. Bu günlük bu qədər. Sağ olun. Gələn dərslərdə görüşənədək.